Kondensatorları elektrik dövrələrində iki cür birləşdirmək mümkündür: ardıcıl və paralel. Ardıcıl birləşmiş kondensatorlarda hər bir kondensatorda toplanan yüklərin miqdarı bərabər olur. Burada mənbənin gərginliyi isə ayrı-ayrı kondensatorların gərginlikləri cəminə bərabər olur. Q bərabər SU olduğundan buradan U'nu tapsaq Q böl S olacaq. Və yuxarıdakı tənlikdə hər bir gərginliyin yerinə Q1 bölünsün S1, Q2 bölünsün S2 yazaq. Bu şəkildə kondensatorlar bateriyasının ümumi tutumunu tapa biləcəyik. Ardıcıl birləşmədə yüklər eyni olduğundan onsuz da bu yüklər ixtisar gedir. Çünki hamısı bir-birinə bərabərdir. Onda ardıcıl birləşmədə ümumi tutum üçün aşağıdakı düstur alınacaq. N sayda kondensator ardıcıl birləşibsə, onların ümumi tutumunu tapmaq üçün kondensatorların tutumlarının tərs qiymətlərini toplayıb ən sonda aldığımız cavabı tərsinə çevirməliyik. Xüsusi halda əgər iki kondensatorumuz mövcuddursa, 1 bölünsün S ümumi bərabər olacaq sadəcə 1 böl S1 üstəgəl 1 böl S2. Bunları ortaq məxrəcə gətirsək, hasilləri ilə ortaq məxrəcə gətirə bilərik. Və aldığımız cavabı da tərsinə çevirməliyik. Bu, iki kondensator ardıcıl birləşdikdə ümumi tutumun düsturudur. Əgər çoxlu sayda kondensator ardıcıl birləşibsə və onların tutumları hamısı bir-birinə bərabərdirsə, onda bu kondensatorların ümumi tutumunu tapmaq üçün sadəcə bir kondensatorun tutumunu sayına bölmək kifayətdir. Məsələn, əgər iki kondensatorumuz varsa, hər birinin tutumu S-dirsə, S vur S, S üstəgəl S şəklində yazsaq, S kvadratı bölünsün 2S alınır. Yəni S böl 2. İki kondensatorumuz var idi, tutumları eyni idi. Ümumi tutum oldu S böl 2. Sadəcə sayına bölsək kifayətdir. Daha düsturu yazmağımıza ehtiyac yoxdur. Qeyd etdiyim kimi, ardıcıl birləşmədə hər kondensatorda eyni miqdarda yük toplanır. Onda bəs gərginliklər necə olacaq? Necə gərginlikləri bölə bilərik? Gərginliyin düsturunu bir daha yazsaq, U bərabər Q böl S. Gördüyümüz kimi U S ilə tərs mütənasib asılıdır. Yəni U1 bölünsün U2, S2 bölünsün S1-ə bərabərdir. Onda belə çıxır ki, kondensatorların gərginliklərini bölmək üçün onların tutumlarını müqayisə etmək lazımdır və gərginliyi tutumdan tərs mütənasib asılı olaraq bölmək lazımdır. Tutaq ki, dövrədə birinci kondensatorun tutumu 2S-dir, ikinci kondensatorun tutumu S-dir. Onda ikinci kondensatorun gərginliyinə 2U, birinci kondensatorun gərginliyinə U yazmaq lazımdır. Onda mənbənin gərginliyi U üstəgəl 2U, 3U olacaq. Bəs bizə qeyd eləsələr ki, enerjiləri müqayisə edin. Enerjinin 3 dənə düsturu var. Hansına baxmaq lazımdır? Ardıcıl birləşmədə yük sabit olduğundan biz enerjinin Q olan düsturunu seçməliyik. Və Q-nun olduğu düsturda enerji tutumla tərs mütənasib asılıdır. S2 bölünsün S1. Belə. Yəni, dövrədə yenə də hansında tutum çoxdursa, orada enerji az olacaq. Məsələn, biz enerjiləri müqayisə etsək, birincidə W, ikincidə isə 2W olmalıdır. Kondensatorlar paralel birləşdikdə isə onların hamısı eyni potensiallar fərqi arasında qalır. Məsələn, buranın potensialına fi A desək, boş naqil boyunca eyni potensialı qeyd edə bilərik. Buranın potensialı fi B olsa, gərginlik çünki potensialların fərqidir. Burada fi B olacaq, burada fi B olacaq və həm S1 kondensatoru fi A ilə fi B arasında qalır. Həm də S2 kondensatoru fi A ilə fi B arasında qalır. Yəni ki, eyni potensiallar fərqi arasında qalırlar. Ona görə də onların hər ikisində gərginlik elə mənbənin gərginliyinə bərabər olur. Yəni, paralel birləşmədə U konstantdır. Onda belə çıxır ki, bu kondensatorların tutumları onların yüklərində fərq yaradacaq. Mənbənin ümumi yükü ayrı-ayrı kondensatorların yüklərinin cəminə bərabər olmalıdır. Və biz bilirik ki, Q bərabər SU-dur. Bu düsturu tətbiq edirik. Gərginliklər eyni olduğundan bunlar ixtisar olunacaq.
qalacaq S1 üstəgəl S2. Kondensatorlar paralel birləşəndə ümumi tutumu tapmaq üçün toplamaq lazımdır. N sayda kondensator əgər paralel birləşib, həmin kondensatorların hər birinin tutumlarını sadəcə toplamalıyıq. Və xüsusi halda, əgər kondensatorların tutumları bir-birinə bərabərdirsə, onda biz ümumi tutumu tapmaq üçün sadəcə bir dənəsinin tutumunu sayına vurmalıyıq. Ardıcılda bölürdük, amma paraleldə sayına vururuq. Gərginliklər onsuz da eynidir, onu bildik. Bəs yükləri tutumlara görə necə bölməliyik? Q bərabər SU olduğundan paralel birləşmədə yük tutumdan düz mütənasib asılıdır. Yəni Q1 bölünsün Q2, S1 bölünsün S2-yə bərabər olacaq. O halda əgər birincisinin tutumu S, ikincinin tutumu tutaq ki 6S olarsa, onda birinci kondensatorda toplanan yükə Q desəm, ikinci kondensatorda toplanan yükə 6Q deməliyəm. Belə çıxır ki, mənbədə ümumi 7Q yük toplanmışdır. Bəs enerjini necə böləcəm? Enerjinin qeyd etdiyim kimi 3 dənə düsturu. Paralel birləşmədə kondensatorların gərginlikləri eyni olduğuna görə biz bu düstura baxmalıyıq. Artıq buna yox. Bu ardıcıldaydı. Paraleldə buna baxmaq lazımdır. O halda enerji tutumdan düz mütənasib asılı olacaq. Əgər birinci kondensatorda enerji W-dursa, ikincidə 6W olacaq. Çünki düz mütənasib asılıdır. Düz mütənasib asılı olduğuna görə S1 bölünsün S2-yə bərabər olur. Kondensatorların ardıcıl və paralel birləşməsində əsas problem ardıcıl paralel birləşmələr qarışıq verildikdə gərginlikləri və yükləri müqayisə etməkdə yaşanır. Ona görə də bu nümunələrə baxaq. Belə bir dövrədə yükləri müqayisə etmək lazımdır. Deməli, burada S1 və S2 kondensatorları ardıcıl birləşdiyindən yükləri eyni olacaq. Yəni Q1 bərabərdir Q2. İndi bunların yüklərini S3 kondensatorun yükü ilə müqayisə edə bilməyimiz üçün ümumi tutumları bilməliyik. Ardıcıl birləşmədə ümumi tutumu tapmaq üçün bu düsturdan istifadə edirdik. 10S vur 5S böl 10S üstə gəl 5S. Bu da bizə verəcək 50S böl 15. Bu isə təqribən 3/3S verir. Hər halda 7S 3/3S-dən çoxdur. Təbii ki də ona görə S3 kondensatorunun yükü də çox olacaq. Q bərabər SU-dur. Yəni Q S ilə düz mütənasib asılıdır. Deməli biz bu iki kondensatorun yüklərini müqayisə edəndə ardıcıl birləşdiklərinə görə heç tutumlarına baxmadan onların yüklərinin bərabər olduğunu qeyd edirik. Daha sonra isə bu iki kondensatorun yükünü bu kondensatorla müqayisə edə bilməyimiz üçün kondensatorların ümumi tutumunu tapırıq. Ümumi tutumu tapdıqdan sonra həmin tutumu digər tutumla müqayisə edirik. Hansının tutumu çoxdursa, onda toplanan yük də çox olacaq. İndi isə həmin bu dövrədə gərginlikləri müqayisə edək. Ardıcıl birləşmədə U bərabər Q böl S-dir. Yəni U S ilə tərs mütənasib asılıdır. S2 kondensatorunun tutumu S1 kondensatorunun tutumundan azdır. Ona görə də gərginliyi çox olacaq. U2 böyükdür U1. U3 isə bunlardan böyük olacaq. Niyə? Onsuz da bu iki kondensatorların gərginliklərinin cəmi bu kondensatorun gərginliyinə bərabər olmalıdır. Çünki bu iki kondensator bu kondensatora paralel birləşmişdir və paralel birləşmədə gərginliklər eyni olur. Məsələn, buna U3 desək, buna U1 desək, buna U2 desək, U3 bərabər olacaq U1 üstəgəl U2. Əgər ikisinin cəmidirsə, bu deməkdir ki, ikisindən də böyükdür. İndi ən çox qarışdırılan suallardan birinə baxaq. Deməli, tutaq ki, S1 kondensatorunun içərisinə dielektrik mühit daxil edirik və V1 və V2 voltmetrlərin göstərişlərinin necə dəyişdiyini bizdən soruşur. Tutumun düsturu məlumdur. Yəni elektrik tutumu dielektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Onda belə çıxır ki, S1 kondensatorunun içərisinə dielektrik daxil etdikdə onun tutumu artacaq. Burada mənbənin gərginliyi sabitdir. Yəni ki, U konstantdır. Onda ümumi yük
Q ümumi bərabərdir S ümumi vurulsun U-dur. Tutum artdığından ümumi tutum artacaq. Onda belə çıxır ki, ümumi yük də artacaq. Yəni ardıcıl birləşmə də deyib Q konstantı demək olmaz. Çünki yük dəyişir. Bayaq hər ikisindən eyni miqdarda tutaq ki, 6 mikrokulon yük keçirdisə, indi məsələn 10 mikrokulon yük keçir. Yəni yük qiymət olaraq sabit qalmır. Ona görə də biz ikinci kondensator üçün yazacağıq. V2 bərabərdir Q ümumi bölünsün S2. İkinci kondensatorun tutumu dəyişməyib, çünki onun içərisinə heç bir dielektrik daxil edilməmişdir. Ümumi yükün miqdarı artmışdır. Ona görə də V2 voltmetrinin göstərişi artacaq. Və cəmin konstant qala bilməsi üçün V1 üstəgəl V2-nin konstant qala bilməsi üçün, mənbənin gərginliyinə bərabər ola bilməsi üçün V2 voltmetrinin göstərişi artıbsa, V1 voltmetrinin göstərişi azalmalıdır. Və sonuncu sual nümunəmizə baxaq. Bu da çox qarışdırılan suallardan birisidir. Deyir ki, açarı qapadıqda kondensatorların ümumi tutumu və S1 kondensatorunun yükü necə dəyişər? Açarın açıq vəziyyətinə baxsaq, 2 dənə kondensator burada ardıcıl birləşmişdir. Ümumi tutumu ardıcıl birləşmədə tapmaq üçün 6S vur 3S, 6S üstəgəl 3S, 18S böl 9, bu da bizə verəcək 2S. Hal-hazırda ümumi tutum 2S'dir. Biz açarı bağladıqda artıq bu kondensator işləməyəcək. Çünki onun potensiallar fərqi sıfırdır. Baxın, fi desək boş naqildir. Burada fi deyə bilərik, burada fi deyə bilərik, burada fi deyə bilərik. Fi'dən də fi'ni çıxanda sıfır edir. Yəni gərginlik sıfır olur. Ona görə də bu kondensator işləməyəcək. Ancaq S1 kondensatoru qalacaq. Onun da tutumu 6S-dir. Belə çıxır ki, əvvəl ümumi tutum 2S idi, sonra oldu 6S. Yəni 3 dəfə artdı. İndi S1 kondensatorunda toplanan yükę baxaq. Ardıcıl birləşmədə tutuma baxmadan ikisində də eyni miqdarda yük toplandığını qeyd edə bilərik. Və toplanan yükü biz tapmaq üçün Q bərabərdir S ümumi vurulsun U düsturumuza müraciət edə bilərik. Əvvəlki halda açar açıq olanda ümumi tutum 2S-dir. 2S vurulsun U-dur. Sonra açar bağlananda ümumi tutum 6S-dir. Olacaq 6S vurulsun U. Gördüyümüz kimi əvvəl 2SU idi. Sonra 6SU oldu. Yəni ki, yük də artacaq.